Heç olubmu ki, ayın sonunda əmək haqqı kağızınıza baxıb düşünəsiniz ki, yaxşı, bəs bu pullar hara getdi? Və ya məzuniyyətə çıxmaq istəyəndə əslində neçə günə və nə qədər pula haqqınız olduğunu dəqiq bilməmisiniz? Narahat olmayın, tək deyilsiniz. Bugün biz məhz bu qarışıq görünən məsələlərə aydınlıq gətirəcəyik. Azərbaycanda bir işçi kimi maaşınızdan tutulan vergilərdən tutmuş, məzuniyyət hüquqlarınıza qədər hər şeyi sadə dildə addım-addım izah edəcəyik. Yol xəritəmiz çox sadədir. Birinci, maaşınızdakı o böyük rəqəmin əlinizə çatanda necə əridiyinə baxacağıq. İkinci, bayram günləri və ya gecə işləyəndə maaşınıza nə qədər əlavə pul gəlməli olduğunu öyrənəcəyik. Sonra hamımızın sevimlisi istirahət hüququmuzdan, yəni məzuniyyətdən danışacağıq və görəcəyik ki, kimlər daha çox istirahət edə bilir. Ən sonda isə ümid edək heç lazım olmaz, amma işlər yolunda getməyəndə hüquqlarımızın nələr olduğunu müzakirə edəcəyik. Yaxşı, gəlin elə birbaşa mətləbə keçək. Birinci hissə, ümumidən xalisə, yəni müqavilədə gördüyümüz o cəlbedici rəqəm necə olur ki, bank hesabımıza köçəndə bir qədər fərqli görünür? Gəlin bu səyahəti birlikdə izləyək. Deməli, əsas sual budur. Ümumi, yəni gross maaşla xalis, yəni net maaş arasındakı fərq nədir? O aradakı pul əslində hara gedir, buxarlanıb yoxa çıxmır ki? Əlbəttə yox. Ümumi maaş, bu sizin işə götürənlə razılaşdığınız, hələ heç bir vergi və ödəniş çıxılmamış məbləğdir. Xalis maaşsa, bütün məcburi tutulmalar həyata keçirildikdən sonra sizin cibinizə, yəni bank hesabınıza daxil olan yekun məbləğdir. Xalis maaşı hesablamaq üçün ümumi maaşdan 4 əsas tutulma çıxılır. Bunları yada saxlamaq vacibdir. Birincisi gəlir vergisi, ikincisi Dövlət Sosial Müdafiə Fondu, yəni qısaca DSNF, üçüncüsü işsizlikdən sığorta və dördüncüsü icbari tibbi sığorta. Bu 4 komponent sizin maaşınızdan çıxılır və dövlətin müəyyən etdiyi qaydalarla hesablanır. İndi isə diqqətli olun, çünki çox vacib bir məqam var. Bu tutulmaların qaydaları hamı üçün eyni deyil. İşlədiyiniz sektordan asılı olaraq dəyişir. Məsələn, dövlət və neft-qaz sektorunda çalışanlar üçün bir cür hesablama var, amma qeyri-neft-qaz, yəni özəl sektorda çalışanlar üçün qaydalar tamamilə fərqlidir, hətta daha mürəkkəbdir. Gəlin indi fərqi görmək üçün konkret nümunələrə baxaq. Təsəvvür edin ki, siz özəl sektorda işləyirsiniz və müqavilədəki ümumi maaşınız 3000 manatdır. 2026-cı ilin qaydalarına görə bu məbləğdən 575 manat gəlir vergisi, 506 manat sosial sığorta, 15 manat işsizlikdən sığorta və 52 manat 50 qəpik də tibbi sığorta üçün tutulur. Və nəticədə sizin bank hesabınıza köçən xalis məbləğ 1851 manat 50 qəpik olur. İndi isə gəlin dövlət sektorundan daha yüksək maaşlı bir nümunəyə baxaq. Ümumi maaş 8500 manatdır. Diqqət edin, hesablama düsturları tamamilə fərqlidir. Gəlir vergisi 1850 manat, DSF 255 manat, işsizlik sığortası 42 manat 50 qəpik və tibbi sığortada 162 manat 50 qəpikdir. Yekunda bu işçinin əlinə çatan xalis maaş 6190 manat təşkil edir. Sektorlar arasındakı fərq həqiqətən də göz qabağındadır. Yaxşı, maaşımızdan nələr çıxıldığını aydınlaşdırdıq. İndi isə daha pozitiv bir mövzuya keçək. Maaşımızı necə artıra bilərik? Bu bölmədə normal iş saatlarından kənar çalışdığınız zaman qanunla sizə hansı əlavə ödənişlərin düşdüyünü araşdıracağıq. Bilirdinizmi ki, əgər istirahət və ya bayram günü işə çıxırsınızsa, işə götürənin 2 seçimi var. Ya sizə həmin gün üçün gündəlik maaşınızın 2 qatını ödəməlidir, ya da normal maaş verib, üstəlik bir gün əlavə istirahət günü təqdim etməlidir. İş vaxtından artıq işlədiyiniz hər bir saata görə isə saatlıq maaşınızın ən azı 2 misli ödənilməlidir. Hələ bu harasıdır? Axşam növbəsi üçün 20%, gecə saat 10-dan səhər 6-ya qədər olan gecə növbəsi üçünsə maaşınıza 40% bonus əlavə edilməlidir. İşləmək nə qədər vacibdirsə, dincəlmək də o qədər vacibdir. Gəlin 3-cü bölməyə keçək və hər bir işçinin qanuni haqqı olan illik məzuniyyəti müzakirə edək. Görək minimum neçə gün istirahət etməliyik və bu zaman nə qədər pul almalıyıq. Bu rəqəmi yadda saxlayın, 21. Qanunvericiliyə görə Azərbaycanda əksər işçilərin ildə minimum 21 təqvim günü ödənişli məzuniyyət hüququ var. Amma bu sadəcə başlanğıcdır. Bəzi peşə sahibləri, məsələn rəhbər vəzifədə çalışanlar, həkimlər və ya kənd təsərrüfat işçiləri üçün bu minimum müddət 30 təqvim günüdür. Yaxşı, bəs məzuniyyət zamanı nə qədər pul alacaqsınız? Bunu hesablamaq əslində çox asandır. Qətiyyən qorxmayın. 3 sadə addım var. Birinci, son 12 ayın maaşlarını toplayıb 12-yə bölürsünüz və orta aylıq maaşınızı tapırsınız.
İkinci, bu rəqəmi 30.4-ə bölərək bir günlük orta əmək haqqınızı müəyyən edirsiniz. Və üçüncü, son addım, bu gündəlik məbləği neçə gün məzuniyyətə çıxırsınızsa o saya vurursunuz. Vəssalam, məzuniyyət pulunuz hazırdır. Dediyi ki, minimum 21 gündür, amma bu hamısı üçün keçərli deyil. Bəzi işçilər müəyyən səbəblərə görə daha çox istirahət etmək hüququna malikdirlər. Gəlin görək kimlər də bu şanslılar və onlar niyə daha çox məzuniyyət günü əldə edirlər. Baxın, bu diaqram fərqləri çox aydın şəkildə göstərir. Standart bir işçinin 21 gün məzuniyyəti olduğu halda yaşı 16-dan az olan işçilərə tam 42 təqvim günü, yəni 2 qat məzuniyyət verilir. Müəllimlər isə demək olar ki, rekordçudular. Onlar ildə düz 56 təqvim günü istirahət edə bilirlər. Təkcə peşəniz yox, həm də sədaqətiniz mükafatlandırılır. Əgər eyni müəssisədə 5 ildən 10 ilə qədər çalışmısınızsa, məzuniyyətinizə 3 gün əlavə olunur. 10 ili keçəndə bu rəqəm 6 günə, 15 ildən çox stajınız varsa isə tam 9 təqvim günü əlavə istirahət haqqı qazanırsınız. Və bu hələ son deyil. Qanunvericilik daha bir neçə qrupu da nəzərə alır. Əlilliyi olan şəxslər, milli qəhrəmanlarımız və 2 və ya daha çox az yaşlı övladı olan işləyən qadınlar da əlavə istirahət günləri əldə etmək hüququna malikdirlər. Və nəhayət, gəldik sonuncu, amma bəlkə də ən vacib bölməyə. Ümid edirəm heç vaxt ehtiyacınız olmaz, amma bəzən işəgötürənlə aramızda problemlər yarana bilir. Məsələn, maaşınız gecikir və ya işdən çıxarılma təhlükəsi ilə üz-üzə qalırsınız. Belə hallarda hansı hüquqlarınız olduğunu bilmək həyati əhəmiyyət daşıyır. Bu rəqəmi yaxşı yadda saxlayın. 1%. Əgər işəgötürən öz təqsiri üzündən maaşınızı vaxtında vermirsə, o sizə hər bir gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin ən azı 1% qədər kompensasiya, yəni cərimə ödəməlidir. Bu sizin gözlədiyiniz üçün birbaşa maddi təzminatdır. Amma burada incə bir məqam var. Bu cərimə yalnız və yalnız gecikmə birbaşa işəgötürənin təqsiri üzündən baş verəndə tətbiq olunur. Yəni, əgər problem işəgötürəndən asılı olmayan xarici bir səbəbdən, məsələn, onun xidmət aldığı bankın qəfildən iflas etməsi kimi bir xaldan qaynaqlanırsa, bu zaman o cərimə ödəməkdən azad olunur. İndi isə gəlin işdən çıxarılma ilə bağlı hüquqların sərhədlərini göstərən yaxın keçmişdə baş vermiş real bir ali məhkəmə işinə nəzər salaq. Bu, işçi hüquqlarının harada başlayıb, harada bitdiyini anlamaq üçün çox önəmli bir nümunədir. Hekayə belədir. 2022-ci ildə 50 valideyninə baxan bir həkim iş yerində kobud bir pozuntuya yol verdiyi üçün işdən çıxarılır. O, məhkəməyə müraciət edir və aşağı instansiya məhkəməsi onun himayədar statusunu əsas götürərək işə bərpasına qərar verir. Ancaq işə götürən ali məhkəmə müraciət edir və ali məhkəmə bu qərarı ləğv edir. Səbəb? Ali məhkəmə hesab edir ki, həkimin yol verdiyi pozuntunun onun himayədarlıq vəzifələri ilə heç bir əlaqəsi yoxdur. Və bu məhkəmə işindən çıxan əsas nəticə budur. Bəli, qanun bəzi işçilərə xüsusi status verir və onları qoruyur. Amma bu qorunan status həmin statusla heç bir əlaqəsi olmayan kobud pozuntular üçün bir qalxan deyil. Yəni, hüquqlar və vəzifələr arasında hər zaman bir balans olmalıdır. Beləliklə, bugün biz maaş hesablanmasından tutmuş, əlavə ödənişlərə, məzuniyyət günlərindən, işçi müdafiəsinin hüdudlarına qədər bir çox vacib məqama toxunduq. Amma bu söhbəti yekunlaşdırarkən ağlınızda bir sualın qalmasını istəyirəm. Hüquqlarınız qanunla qorunur, bu əladır. Bəs siz onların hamısını bildiyinizə həqiqətən əminsinizmi? Unutmayın, iş həyatında sizin ən böyük gücünüz məlumatlı olmağınızdır.